Her vaktiniz xeyir olsun əzizlərdə qonaqlar, xanımlar və cənablar. Xoş gördük hər birinizi. Bax bu gözəl məkanda, qədim Şəkil restoranında hər birinizi xoş gördük. Hər birinizə xoş istirahatlar arzu edirik. Gününüz xoş, əhvalınız xoş olsun və sizi bu Bahar bayramı münasibətilə və Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Sizlərə uzun ömür, can sağlığı edir. Allah Taala bütün Azərbaycan xalqını qorusun inşallah. Və vətən uğrunda canından, qanından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən sizlərdən xahiş edirəm, şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək və Azərbaycan dövlətini səsləndiriləcək inşallah. Ay maşallah, bir daha Allah Teala bütün ordumuzu, milletimizi, devletimizi korusun inşallah. Teşekkür ederim her birinize bir daha. Bayramınız mübarek olsun əziz duranlar. Ve ben ile vaxt geçirmeden dəvət edirəm musiqili meydana. Media Info TV baş direktoru Beylerbendi. Buyursun musiqili meydana. Hörmətli media ailəsi, hörmətli kollektiv. Bildiyiniz kimi Ramazan bayramı ilə Novruz bayramı bir günə təsadüf edir. Bu da müqəddəs Allahımızın bizə bir bəxşidir. Bu iki əlamətlər bayram günü münasibəti ilə hər birinizin bayramı mübarək, süfrələriniz həmişə ruhlu bərəkətli olsun. Sizlərə fəaliyyətinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm. Vaxt almaq istəmirəm, çünki başqa əməkdaşlarının da çıxışı olacaq. Bir daha bayramınız mübarək. Ağamıza verir sözü, gəlsin, məclisin xeyr duası versin. Azmirvalı efendim, kaç edenlerin. Hamımızı hoş gördük. Müncük gün, alamatlar günlerden biridir. Bayram kesildi ve Novruz bayramı devam edir. Hem siz başta beyler mənim olmamla bütün bir ailesini təbrik edirəm. Novruz yeni gün deməkdir. Hamımızın evlərində Novruz kimi yeni günlər açılsın, yeni işlər açılsın. Hamımıza aile sağlığı, aile xoşbəxtliyi arzulayıram.
60 həmişə hörmətdir, izzətdir, böyükə hörmət izzətdir. İndi isə sözü veririk. Maşallah müəllim. Salam, hoş gördük hamınızı. Hamınızı bayramlar münasebətlə təbrik edirəm. Can sağlığı arzulayırım. Cəfər müəllim, buyur, zəhmət olmasa. Hoş geldiniz. Hörmətli əməkdaşlar, bəylər mənim təbrik elədi, yoldaşlar, ağamız təbrik elədi, mən də bu təbriklərin arasında. Bu il bizim xalqın yüzü iki qat bayramıdır. Bahar bayramı ilə müqəddəs Oruçluq bayramı üstə düşür. Bu gözəl bayram münasibəti ilə sizin hər birinizi təbrik edirəm. Kim hansı sahədə çalışır, uğurlar arzu edirəm. Media əməkdaşlarımıza tuttukları bütün bu işte yerinde faaliyetlerinde uğurlar. Mübarək, sözü verən sizə də sözüdür. Sonradaki söz verəcək aparıcı var bizdə, aparıcı da yazılır. Mən də öz gözümdə sizə hamınızı salamlayıram. Burada toplaşmağımızda mən də çox şad oldum. Bəylər mən üçün biraz rəngəli danışmıyorum. Mən də öz çıxışımda keçən dəfə də demişdim, yenə də deyirəm. Bu YouTube'da bizim kanala abone olmaq lazımdır. Kanalda abone olandan sonra herkesin evinde en azından 1-2 telefon var. Hemen telefonda da YouTube'a abone olup hemen kanala abone olmaq lazımdır. Çünkü orada görünür kimdir like veren veya buna abone neçə nəfər olduğunu, kimler olduğunu bilinmir. Sizden xahiş edirəm, bu çektiğimiz çəkilişi biz əziyyət çekirik. Bu yaxınlarda biz şəhid Mustafayev İsmail'in çəkilişini çəkdik. Nərmankənd kəndində tənqidi məktəb məsələsiyle bağlı bir süjetimiz oldu. Ondan sonra grupta paylaşılan hansısa bir video paylaşandan sonra kimse sual verdi. Burada ne olmuştu? Demek ki çok bizim öz kanalımızı izleyin. Sizden xahiş edirəm, hamımız kanalı izləyəsiniz, öz rəyinizi bildirəsiniz. Vaxtınızı aldım, özür istəyirəm. Çok sağ olun. Teşekkür ederim Allah'ın şirketlerine göre. Cahil müəllim buyursun, zəhmət olmasa musiqili meydana. Cahil müəllimin öndə. Sıra hatırlayırsan. Hoş geldiniz. Bana salam bayram bütün medya ailesinin başta bayramlarından olmak. Her birinizden teşekkür ediyorum. Sizin her birinizin bayramı mübarek olsun. Allah her birinize hoş gün kısmet edesin. Benden qabaq böyüklər, bazılar öz sözlərini yeyinlər, mən də sözlərini borçlara. Hər birinizə həyatda ən gözəl can sağlığı arzulayıram, xoşbəxtlik arzulayıram. Bizim bu medya ailemiz Allah'ın izniyle həmişə daim olsun, əbəd olsun, bəyərmədim, Allah sizə ömür versin. Mən bir neçə dəfə də bizim bir bayramlara iştirak edirəm. Və basablığım qədərindəki mən həmişə çalışıram ki, bu tədbirdə iştirak edeyim. Və mən özümə boz bilirəm ki, belə bir tədbirdə iştirak edəmək. Cənab mənim diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm. Və mən sizin hər birinizə öz təşəkkürümü bildirirəm, çox sağ olun deyirəm. Bayramınız mübarək olsun, gözəl bayramlar keçirəm inşallah. Çox sağ olun. Teşekkür ederim, çok sağ olun, var olun. Ben size söz vereyim. Təbriklər, bəli, zəhmət olmasa. Buyursun. Əlbəttə, mən də eyrən tanrılara qoşunuram. Allah hamıda bayramı mübarək edəsin. Geçən edən etkilləri uşaq, təbirləri uşaq. Allah həmişə canlılıqdan eləsin, həmişə belə bir yerdə çıxarla istəndə olalım. Sağ olun. Teşekkür ederim. Çok sağ olun. Var olun dikkatinize göre. Ve indi ise davet edirik. Bizim gözler hanım katı. Gülü hanımına davet edirəm. Musiqili beynana. Gülü hanım bu tədbirimizi donarıdır. Ve güzel bir şehir de diyeceğim inşallah.
Dəvət edirik Gülhan xanıma. Gülhan xanım, buyurun, söz sizin. Çok teşekkür ederim. Her birinize var olasınız. Bu günlerin doğrudan da ben böyle güzel bir kollektifle tanış olduğuma göre çok şadım. Elbette ki Beylerbeyi Milyon Inform şirketinin rehberiyle onun sayesinde daha doğrusu ben bu günden hakikaten de çok hoşbetim. Teşekkür ederim. Her birinize var olasınız. Uğurlarınız daha bol olsun. Her birinize uğurlar arzulayacağım. Var olasınız. Ve ben bu günlerim yani ben gayet bir şey seslendireceğim. İsteyelim ki ben dinleyiniz. Çok teşekkür ederim bir daha. Benim çok değer verdiğim ve çok sevdiğim bir şair var. Vasif Zohramoğlu'nun kaleminden seslendirmek istiyorum. Ben şimdi parmaklarımın onu da tenge nefesli. Sehralar geçmişler kimi yorumum. Ayağım altındaki bunlar neden susuzdu. Çiğninden saçlarına giden yolların piyadasıdır. Dodakların bir bu üç bıçağı, gözlerin narkin havasıdır. Şırkındayım. Benim bütün gecelerimin canı bir pencereli ay ışığı. Bir bıçaklı tekliğim var tanışmadığımın. Kollarına kurban kadın, bıçak eder kollarına. Kaç oldu ki bir neferi çarpayla ikinci neferi hazırlayacak kadar ahmak. Lənətə gəlsin, lənətə gəlsin tabandan aslının bu yarasa ömrü. Sevgiden hiç keyfim yoktu. Biz günler yaptık. Biz günler yaptık. Sen de evveler işler yolda geldi. İki oğlum için ders seyreden ana. Anan için saçlarını nerede geçiyor şıplak kız. Ben düşünseniz sıradan sadece bir kadın idi. Ben yazdım, şehir oldu. Sen bilmedin kadın, sen bilmedin. Benim yüreğimde biten ağacın yarpaklarına faizi geçiş yapmaz. Sen benden kahraman yaratabilmedin. Sevgili sevgilerde gülmelerin böyle yüreğimi pulvereden karaçlarımız ovucuna koyup gitti. Kurban olsun gidişine güzel gülüşmek sevgiler. Andolsun bendimin asıldığı ulduz güreşine ki daha yüzüne bakmıram. Andolsun Yasemen çiçeğinde etleri saçlarına ki parmaklarına odam olduğunun yerden sıvırmışlar. Ben senin baktığım bütün güzgülerden edaletliyim, galım. Bir gün seher saçlarını darganda gömersen sürgünleye galım, sürgünleye galım. Çok minnettarım, teşekkür ederim. Çok sağ olun. Şimdi layıklı yoldaşlarım Şahane Kahraman Yazgaroğlu. Şahane Kahraman Yazgaroğlu ictimai siyasi hayatımızda, regionlarda gedən süreçlərin yaxşı inkişafına görə biz fərqli diplomlar, fəaliyyətinə görə fərqli diplomlar təqdim edirik. Təbrik edirik.
İndi isə Şahriyyət Məhməd Nəzir oldu. Yeni regionlarda ictimai siyasi partiyaların hazırlamasında fəal iştirakına görə siz fərqli diplomlar təqdim edirsiniz. Çiçeğim sen, çiçekler sen,
Yandım ama
yandım